Salam, hər vaxtınız xeyir olsun dostlar. Deməli bizə deyir ki, sözlərin kökünün hansı diksiyasına aid olduğunu qeyd edin. Baxıram burada sıx sözünə. Deməli uşaqlar, sıx sözü həm feil kimi düşünə bilər, həm də sifət kimi. Gəlin indi baxaq. Bunu mən iki cür düşünə bilərəm deyə ıntı çəkilsin götürürəm, başqa bir sözü əlavə edirəm. Misal üçün olsun qırıntı sözü. Qırıntı. Və baxıram ki, ıntı çəkilisi qırmaq feilinə qoşulur. Deməli, ıntı çəkilsinin qoşulduğu qırmaq feilidir. Bunu biraz da genişləndirə bilərik. Misal üçün, yağıntı sözü. Burada da yağmaq feilinə qoşulur ıntı çəkilsi. Deməli, məntiqi cəhətdən sıxıntı sözünün kökü sıxmaq feilidir. Feil olur burada sözün kökü. Sıxlaşmaq sözündə laşı biz feilə əlavə edə bilmərik. Misal üçün, getləşmək deyə bilmərik. Alınmaz belə bir şey. Və yaxud da ki, qaçlaşmaq deyə bilmərik. Alınmaz. Və ilə axır çərşənbə. Deməli, burada isə artıq sıx feili deyil, sıx burada artıq sözün kökü olaraq sifətdir.